Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün təbiətdən mühitə uyğunlaşma mövzusunun tapşırıqların izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz uşaqlar. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq bax burada fəaliyyət 2 hissəsinə. Burada işin gedişi adlı belə bir gidişat var. Kaktus, zürafə, qütb ayısının şəkillərini nəzərdən keçirin. Hər bir canlının xarici bədən hissələri ilə mühitə uyğunlaşmanı əlaqələndirin. Deməli, bu cədvəli doldurmalıyıq uşaqlar. Bədən hissələri. Zürafənin uzun boyu. Zürafənin uzun boyu nə işə yarayır? Biz həmin hissəni dolduraq. Biz bilirik ki, ümumiyyətlə, zürafənin uzun boyu vasitəsilə ağacların hündür budaqlarındakı yarpaqlarla qidalanmağa kömək edir. Deməli, ağacların hündür budaqlarındakı yarpaqlarla qidalanmağa kömək edir. Necə qısa yazım? Ağacların hündür budaqlarındakı qısa yazacağım uşaqlar. Hündür budaqlarındakı yarpaqlarla qidalanmağa kömək edir. Qidalanmağa kömək edir. Edir. Bəs yaxşı, kaktusların uzun və iti tikanları nə işə yarayır? Uşaqlar, burada kaktusların uzun və eyni zamanda iti tikanlarının olması onlarda həm heyvanlardan qorunmağa kömək edir, həm də su itkisinin azalmasına kömək edir. Deməli, həm heyvanlardan qorumaq, həm də su itkisinin azalmasına kömək edir. Azalması. Bəs yaxşı, qütb ayısının qalın xəz örtüyü. Bəli, bunu artıq hamımız bilirik. Qütb ayısının qalın xəz örtüyü əlbəttə ki, soyuq mühitdə bədən istiliyini saxlamağa kömək edir. Soyuq mühitdə bədən istiliyini saxlamağa. Belə, yəni bu şəkildə artıq buradakı yerləşən sualları cavablandırmış olduq. Keçəyin digər hissəyə. Bunları silək. Digər hissədə düşün, müzakirə et, paylaş. Bu hissədə də maraqlı suallar var uşaqlar. Deməli, deyir ki, uşaqlar burada aşağıdakilərdən hansı quruluş və ya davranış uyğunlaşmasıdır? Ümumiyyətlə, biz bilirik ki, uşaqlar, uyğunlaşma iki cürdür. Quruluş uyğunlaşması, bir də ki, davranış uyğunlaşması. Quruluş uyğunlaşmasına həm morfoloji, qoy buradan yazım uşaqlar, quruluş uyğunlaşmasına eyni zamanda morfoloji uyğunlaşma da deyirlər. Morfoloji. Amma davranışı uyğunlaşmasına eyni zamanda etoloji uyğunlaşma da deyirlər. Yazaq. İndi bizdən soruşur ki, aşağıdakı bu islanmayan qanadların olması, gilə meyvə ilə qidalanma, gecə görmə qabiliyyətinin olması və düşmənlərdən qaçma, bunlardan hansı uyğunlaşma aiddir? İslanmayan qanadların uyğunlaşması bədənin fiziki xüsusiyyəti ilə əlaqədardır. Ona görə də quruluş uyğunlaşmasıdır. Yazaq, quruluş uyğunlaşması. Gilə meyvə ilə qidalanma isə qida seçimi ilə əlaqədardır. Bu da davranış uyğunlaşmasına aiddir. Davranış uyğunlaşması. Gecə görmə qabiliyyətinin olması. Bu orqanizmin fizioloji, yəni xüsusi quruluş xüsusiyyətidir. Bu baxımdan da quruluş uyğunlaşmasına aiddir. Quruluş. Düşmənlərdən qaçma isə hərəkət və reaksiyadır. Bu baxımdan da davranış uyğunlaşmasıdır.
Deməli, bu şəkildə sizinlə düşün, müzakirə et və paylaş hissəsinə baxdıq. İndi də keçək əsas öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci sualda deyir ki, bitki və heyvanlara hansı təbii yaşayış məskənlərində rast gəlmək mümkündür? Əlbəttə ki, bitki və heyvanları harada görə bilərik? Onların hər birinin adını sadalaya bilərik. Meşədə, çəmənlikdə, səhra, çay, dəniz, okean. Bunların hər birinin adını yaza bilərik. Yazmayın, vaxtımız getməsin boş yerə. Deməli, hansılarını ayırd edə bilərik? Meşə, çəmənlik, səhra, çay, dəniz, okean. Bunların hər birinin adını yaza bilərsiniz. İkinci sualda bu şəkildədir uşaqlar. Meşə və çəmənlik yaşayış mühitləri hansı xüsusiyyətlərinə görə fərqlənirlər? Baxın, düşünək bir meşə və çəmənliyi. Meşə və çəmənlik hansı xüsusiyyətlərinə görə fərqlənə bilərlər? Əlbəttə ki, buradakı bitki örtüyünə, yəni bitkilərinə və heyvanların müxtəlifliyinə görə bir-birinə fərqlənə bilərlər, əlbəttə ki. Eyni zamanda onların sayına və bolluğuna görə də fərqlənə bilərlər. Başqa nəyə görə? Başqa mühitin abiotik. Abiotik dedikdə nəyi nəzərdə tuturduq? Temperatur, su, işıq, torpaq örtüyü. Bu amillərə görə bir-birindən fərqlənə bilərlər. Deməli, meşə və çəmənlik nəyə görə bir-birindən fərqlənir? Bitki və heyvan müxtəlifliyinə görə, eyni zamanda onların sayının müxtəlifliyinə görə fərqlənirlər. Eyni zamanda temperatur, su, işıq, torpaq örtüyü bunlara görə də bir-birindən fərqlənir. Üçüncü suala da baxaq. Bəzi köçəri quşların qışda isti yerlərə uçması quruluş, yoxsa davranış uyğunlaşmasıdır. Deməli, quşlar qışda əlbəttə ki, isti ölkələrə uçur. Sizcə bu necə uyğunlaşmadır? Quruluş, yoxsa davranış uyğunlaşmasıdır? Əlbəttə ki, bu zaman qida axtarmaq və həmçinin temperaturun aşağı düşməsi ilə əlaqədar bəzi köçəri quşlar daha isti yerlərə köçürlər. Bu zaman isə davranış uyğunlaşmasıdır, quruluş deyil, davranış uyğunlaşmasıdır. Qida axtarmaq, eyni zamanda həmin o isti yerlərdə öz həyatlarını davam etdirmək. Bu yalnız davranış uyğunlaşmasına uyğundur. Yazaq bura davranış. Sonra dördüncü suala keçək. Düzgün cavabı seçin. Quru yaşayış mühitinə aid deyil. Aha. Səhra, okean, meşə. Bunlardan hansı quru yaşayış mühitinə aid deyil? Təbii ki, okean. Demək ki, boşluq ərazisinə okean yazmaq lazım idi. Okean quru yaşayış mühitinə aid deyil. Bir də beşinci, sonuncu suala baxaq. Torpaq, su və hava abiotik amildir, yoxsa biotik amildir? Əlbəttə ki, abiotik amildir. Belə uşaqlar bu şəkildə sizinlə bütün tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun və gerisini Allaha həvalə edin.